Hər kəsə salam. Biz bugün sizlərlə belə bir açarlıq hazırlayacağıq. Bunun üçün bizə nə lazımdır? İstənilən növ muncuqla eləyə bilərsiniz. Sadəcə nəzərə alın ki, mən kristal 8-lik muncuqla hazırlayıram və belə ölçüsü daha yaxşıdır. Nəinki 8-lik akril muncuqla hazırlamaq bundan daha incə görünür. Bax, parıltısı da çox gözəldir. 3 düzüm var bu qabın içində. 3 düzümdən geri qalan bu qədərdir. Harca bir 30-40 dənə qalıbdı geriyə. Bu şəkildə bir açarlıq üçün bizə lazım olacaq 3 düzüm kristal muncuq, istədiyimiz rəng, bir dənə belə açarlıq başlığı və jılqa. Jılqamız olacaq 8-lik 8-lik kristal muncuq üçün 0,5. Deməli, harca bir 2 metr uzunluğunda jılqa kəsirik. Ümumiyyətlə, açarlıq hazırlanır 3-4 hissədən ibarət. Yəni, birinci eyni hissədən 2 ədəd hazırlayırıq. Daha sonra ikisini bir-birinə tikirik. İndi jılqanı kəsdim. Uzun kəsdim ki, sonra bundan da tikmə işini eləyim. Və 4 muncuq taxıram. Deməli, 4 muncuq taxıram jılqaya. 1, 2, 3, 4. Baxın, bu şəkildə yığdıq və bunu indirik. Burada bu 4 muncuğu bu şəkildə, yəni ən sonuncu muncuqdan jılqanı geri qaytarırıq və ilgə edirik. Otuzdururuq burada. Belə. Birinci hazırdır. Daha sonra nə edirik? Bir tərəfə 2, bir tərəfə 1 muncuq taxırıq. Tam olaraq biz başlamışıq açarlığı hazırlamağa bu nöqtədən. Buradan bu şəkildə tamamlayıb bağlayacağıq. Birinci dörtlü, ikinci dörtlü, üçüncü dörtlü. Bu üç dörtlünü hazırlayaq. 1, 2, 3 dənə hazırladıq. Eyni qayda ilə, yəni bir tərəfə 2, bir tərəfə 1 yığaraq bunu hazırladıq. İndi nə edirik? İndi biz dönmə eləməliyik. Dönmə yəni, bax, buradan başlamışıq. Bu istiqamətdən başlamışıq və burada artıq bizim jılqaların istiqaməti dəyişməlidir. Ona görə biz hal-hazırda jılqanın bir tərəfinə 3 muncuq yığacağıq. Sadəcə bir tərəfinə 3 muncuq yığırıq. Deməli, 1, üçüncü muncuq. Üçüncü muncuğu da yığıb jılqanı ilgə edirik və artıq bizim jılqaların istiqaməti döndü. Yəni, bu şəkildə qalır. Bax, görsən, bu şəkildə qalır. İndi buradan elə, yenə eyni qayda ilə qeyd etdiyim kimi, bax, buradan başlamışıq. Bax, buradayıq biz. 1, 2, 3. Eyni qaydada bir tərəfə 2 yığırıq, bir tərəfə 1, bir tərəfə 2, bir tərəfə 1, bir tərəfə 2, bir tərəfə 1 yığıb hazırlayırıq və davam edirik. Deməli, 1, 2. 2 muncuq qoyduq. İlgə edirik. 2 muncuq olan mütləq, amma mütləq ilgək hər zaman 2 muncuq olan tərəfdə olmalıdır. Bu bir qaydadır, qızıl qaydadır. Əgər biz bir tərəfə 2, tərəfə isə 1-ni qoyuruq, bax, bu şəkildə. Və ilgəyin içindən keçirdirik, bağlayırıq. Və baxın, bu qaydada. Görürsünüz, bax, bu qaydada. İndi 2 dənəsini də eləməliyik. Deməli, artıq biz buradan başladıq. 1, 2, 3 toxuduq. Daha sonra döndük. Dönəndən sonra yenə 1, 2, 3 toxuduq. Bundan da bir tərəfə 2, bir tərəfə 1-i dayandırıb nə toxuyuruq indi? Sadəcə və sadəcə çöldəki jılqıya bax. Bu jılqıya, çöldəki jılqıya 2 muncuq taxırıq. Bu çox önəmlidir. Burada jılqanı səhv istifadə eləsəniz, istiqamət tamamilə dəyişəcək. Ona görə sizə lazımdır ki, çöldəki jılqıya 1, 2 muncuq taxıb ilgə etmək.
Burada sadece 2 muncuq taxırıq və buradakı bir muncuqla bura olacaq 3. Yəni dörtlü yox, üçlü toxumuş oluruq. İndi bu bizə niyə lazımdır? Ürəyimiz o formanı alsın deyə. Deməli, burada 3 muncuq eləyəndən sonra təzədən yenə bax, burada belə gedəcək. Bir dənə üçlü, bir dənə dörtlü, bir dənə üçlü, bir dənə dörtlü, bir dənə üçlü, bir dənə 2 dənə dörtlü. Yəni 1, 2, 3. 4 dənədən bir üçlünü salmalıyıq. İndi bu üçlünü elədiyimizə görə nə edirik? 4 muncuq eləyəcəyik. Yəni biri burada var. Jılqanın birinə 2, 1, 2 taxırıq. Digər tərəfə isə bir muncuq taxırıq. Və ilgəyi bağlayırıq. Belə. İndi yenə təkrarlayırıq həmən bundan. Yəni çöldəki jılqıya sadəcə 2 muncuq taxmalıyıq. 1, ikinci muncuğu da taxdıq və ilgəyi bağlayırıq. Bunu da elədiyimizə görə yenə təzədən yenirik. Eyni qaydada dörtlünü eləyirik. Deməli, 1, 2, 3 demişdim, üçlü olacaq. Və biz bunu toxuyandan sonra arxa-arxaya 1, 2, 3 dənə də dörtlü eləyəcəyik. Yəni, mən bu hissəni toxudum. Baxın, diqqətlə. Burada 2 muncuq taxdım, sonra bir tərəfə 2, bir tərəfə 1. Burada 2 muncuq taxdım sadəcə çöldəki jılqıya. Burada bir tərəfə 2, bir tərəfə 1. Burada yenə çöldəkinə 2 muncuq taxdım. İndi fərq yoxdur. Bir tərəfə 2, bir tərəfə 1 muncuq taxırıq. 1, 2 taxdıq. İlgəyi bağladıq. Və bunu da bura bağlayırıq. Bu dəfə bizdə lazımdır ki, biz çöldəki jılqıya yox, bax bu jılqıya, içəridəki jılqıya 3 muncuq taxaq. Çünki biz burada bir dönmə eləyəcəyik, istiqamətimizi dəyişəcəyik. Yəni bu jılqıya yığırıq. 1, 2 və 3. Və bu bizim, bax, bu buradakı yerdə. Görürsən, bax, buradan bu tərəfə getməliyik artıq. Yəni bu tərəfə yox, bura toxumalıyıq. Ona görə biz istiqaməti dəyişmək üçün 1, 2, 3 muncuq yığdıq. Və bağlayırıq. Muncuq yığıb. Bunu bağladıq. Və buradan elə yenə eyni qayda ilə nə yığırıq? Bir tərəfə 2, bir tərəfə 1, yenə dörtlü hazırlayırıq. Deməli, bax 1, 2, 3. Bu hissəni 1, 2, 3 düzəltdiyimizə görə indi burada elədiyimiz kimi təkrarlayacağıq. Yəni nəyi təkrarlayırıq? Burada nə var idi? 2 muncuq taxmışdıq, sonra yenə 4, 2, burada 4, sonra 2. Həmən bu hissəni təkrarən bu tərəfə toxumalıyıq. Hara qədər toxuyuruq? Bax, bura 2 muncuq taxırıq, bura yenə 3 muncuq taxacağıq, olacaq dörtlü. Burada 2 muncuq taxırıq, burada dörtlünü eləyirik, bura birləşdirmə nöqtəsini, buranı bərabər edəcəyik. Mən bu çöldəki jılqıya 2 muncuq taxıram. 1 və buradan ilgə gedirəm. Deməli,
Eyni buradakı qaydanı burada da təkrarladım. Yəni burada 2 muncuq taxdım, sonra 3 muncuq, 2 muncuq, 3 muncuq və son. Burada nə edirik? Birləşdiririk. İndi birləşdirmək üçün bizim sadəcə bir muncuğa ehtiyacımız var. Mən jilkanı uzun götürməyimin səbəbi isə bunu sonra istifadə edəcəm ikinci hissəni toxuyandan sonra birləşdirmədə. Yəni bir muncuq taxırıq. Bax bura. Bir muncuq taxırıq jilkamıza və ilgə edirik. Sonra bunu qoyuruq kənara və eyni bundan birini də düzəldib gəlirik. İstəyində bunu ilgə eləyirsən, bunu bu tərəfdən keçirtməmisən. Ay bal, başım getdi. Buradan da keçirdirik. Aha, buradan keçirdik. İlgəyin içindən də keçirdirik və bağlayırıq. Birinci hissə hazırdır. İşin yarısını görmüşük deməkdir. Bax bu şəkildə bu hazırdır. Biri hazırdır bir tərəfi. İndi nə edirik? İkinci hissəni eyni bundan bir dənə də hazırlayırıq.